Salam uşaqlar, bu günləri sizlərlə 4-cü sinifdən 31-ci, yəni məxrəcləri bərabər olan kəsrlərin toplanması və çıxılması mövzusunu izah edəcəyəm. Gəlin araşdırma və müzakirə baxaq əvvəlcə. Bağban 8-bucaqlı formasında torpaq sahəsinin 8/3 hissəsinə qızılgül, 8/2 hissəsinə yasəmən əkdi. O qalan hissəyə nərgiz əkməyi planlaşdırdı. İndi bağın hansı hissəsinə qızılgül və yasəmən əkildi? İkisi bir yerdə. Biri 8/3, üstünə gələk 8/2, o da elədi 8/5. Deməli, qızılgül və yasəmən birlikdə 8/5 hissəyə əkilib. İkinci sual, nərgiz əkilən hissə nə qədər olacaq? Bunu necə tapmaq olar? Nərgiz ümumi bağ forması neçə hissəyə bölüb? Məxrəc 8 olduğuna görə 8 hissəyə bölüb. Deməli, ümumi hissə 1-dir. 1 çıxaq 8/5, o da bərabərdir. 1-i 8/8 yaza bilərik. 8/8 ilə 1 deməkdir. 8/8 çıxaq 8/5, o da bərabərdir 8/3. Sonra öyrənmə. İstənilən kəsr sürəti 1-ə, məxrəci isə həmin kəsrin məxrəcinə bərabər olan kəsrlərin cəmi şəklində göstərmək olar. Deməli, bunu necə başa düşək? Məsələn, burada bilir 8/5. 8/5 kəsri 5 ədəd 8/1-in cəmi kimi göstərib. Sonra məxrəci bərabər olan kəsrləri topladıqda onların sürəti toplanıb, sürətdə yazılır, məxrəc isə olduğu kimi saxlanılır. Məsələn, 8/3 indicə necə topladıq? Üstünə gələk 8/2. Məxrəc olduğu kimi yazılır 8, 3-ün üstə 2 gələndə 5, deməli 8/5. Bunu koordinat oxu üzərində də baxa bilərsiniz, göstərilib. Sonra bələdçiyə baxaq. Təsvirlərə uyğun kəsrlər yazın, bu kəsrin cəmini tapın. Bir dənə yenə nümunə verib, 5/1 üstünə gələk 5/3, o da bərabərdir 5-də, 3-ün üstə 1, 4, 5/4. Sonra 3/2 üstünə gələk 3/1, o da 3/3, o da tam 1 eləyir. 3/3 1-dir. İndi A variantına baxaq. Baxın, 5/2 hissəsi rənglərinə görə 5/2 üstünə gələk 5/2, o da bərabərdir 5/4. B variantına baxaq. 6/4, 1, 2, 3, 4, 4 dənədir. 6/4 üstünə gələk 6/2, o da bərabərdir 6/6. Yəni, o da 1-ə bərabərdir. C variantına baxaq. 8/2 üstünə gələk 8/5, o da bərabərdir 8/7. 7/2 üstünə gələk 7/3, o da bərabərdir 7/5. D variantında baxdıq. Növbəti səhifə 14-cü səhifəyə müstəqil işə baxırıq. Kəsrləri toplayın. 3/1 üstünə gələk 3/1 bərabərdir. Məxrəc olduğu üçün qalır 3/2. Sürətlər toplanır. 5/1 üstünə gələk 5/3 bərabərdir 5/4. 8/3 üstünə gələk 8/2 bərabərdir 8/5. 12/5 üstünə gələk 12/7 bərabərdir 12/12. 12/12 də 1-ə bərabərdir. 16/3 üstünə gələk 16/9 bərabərdir 16/12. 7/1 üstünə gələk 7/2 üstünə gələk 7/4, o da bərabərdir 7/7. Toplasaq, bax, bir məxrəc yazırıq 7, 1-in üstə 2, 3, 3-ün üstə 4, 7. 7/7, o da 1-ə bərabərdir. 9/2 üstünə gələk 9/1, üstünə gələk 9/3 bərabərdir. 9 olduğu kimi, məxrəc olduğu kimi yazılır, sürətlər toplanır. 6, 9/6. İkinci tapşırığa baxırıq. Cəmi tapın və kəsri ixtisar olunmayan kəsr şəklində yazın. Gəlin cəmi tapaq. 4/1 üstünə gələk 4/1 bərabərdir 4/2. 4/2 ixtisar olunmayan kəsr şəklində yazın deyir. 4/2-nin sürət və məxrəcini 2-yə bölərəm, 2/1. 8/3 üstünə gələk 8/3 bərabərdir 8/6. Onu da 2-yə bölərəm, sürət və məxrəcini 4/3. 10/1 üstünə gələk 10/4 bərabərdir 10/5, o da bərabərdir sürət və məxrəcini 5-ə bölsəm 2/1. 12/4 üstünə gələk 12/2 bərabərdir 12/6, sürət və məxrəci 6-ya bölsəm 2/1. 15/4 üstünə gələk 15/8 bərabərdir 15/12, sürət və məxrəcini 3-ə bölsəm 5/4. 6/1 üstünə gələk 6/1 üstünə gələk 6/2 bərabərdir 6/4, sürət və məxrəcini 2-yə bölsəm 3/2.
16-da 2 üstünə gələk. 16-da 5 üstünə gələk. 16-da 1 bərabərdir. Məxrəc olduğu kimi yenə yazılır. 16-da 8. 16-da 8-in sürət və məxrəcini 8-ə bölərəm. 2-də 1. Üçüncü, boş xanalara elə ədədlər yazın ki, bərabərlik doğru olsun. Bir neçəsini müəyyən edin. İndi baxaq boş xanalara hansı ədəd yazmalıyıq. Baxın, 6-da bilmirik neçə, üstünə gələk. 6-da neçə bərabərdir 6-da 5. Deməli, 6-da bura yaza biləm 1, üstünə gələk 6-da 4. O da eləyər 6-da 5. 5-də 1, üstünə gələk 5-də 3 bərabərdir 5-də 4. 9-da məsələn 2, üstünə gələk 9-da 5, o da bərabərdir 9-da 7. İlədət götürməliyik. İkisinin cəmi yuxarıdakı sürəti versin. Məxrəc olduğu kimi yazılır çünki. 10-da 4 üstünə gələk. 10-da 5 bərabərdir 10-da 9. 14-də 2 üstünə gələk. 14-də 3 üstünə gələk. 14-də 4 üstünə gələk. 14-də 5. Bu da 14-də 14 1 eləyir. Sonra dördüncüyə baxırıq. Cəmi 1-ə bərabər olan kəsirləri müəyyən edin və onları misal şəklində yazın. A variantı, cəmi 1-ə bərabər olan kəsirləri müəyyən edin, misal şəklində yazmalıyıq. Buna görə də A variantına baxırıq. Burada verilib 7-də 2, 7-də 3, 7-də 1, 7-də 4, 7-də 6. Cəmi 1-ə bərabər eləmək üçün 7-də 3-ü götürsək, 7-də 3 ilə 7-də 4-ü götürə bilərik. 7-də 3 üstünə gələk 7-də 4. 7-də 7 o da bərabərdir 1. 7-də 1 üstünə gələk 7-də 6. 7-də 7 o da bərabərdir 1-ə. Sonra bunlar yaza bilərik. B variantına keçək. 9-da 3, 9-da 1, 9-da 5, 9-da 6, 9-da 2, 9-da 8, 9-da 4. 9-da 1 ilə 9-da 8. 9-da 1 üstünə gələk 9-da 8 bərabərdir 9-da 9, o da 1. 9-da 3 üstünə gələk 9-da 6 bərabərdir 9-da 9, 1. 9-da 5 üstünə gələk 9-da 4 bərabərdir 9-da 9, o da bərabərdir 1-ə. 5-ciyə keçdik, tapşırıq 5. Kəsirləri bir neçə kəsirin cəmi şəklində göstərin. 5-də 3, 6-da 4, verilən kəsirlər bir neçə kəsirin cəmi şəklində. 5-də 3 məsələn, 5-də 1 üstünə gələk 5-də 2. 5-də 6-da 4-ü, 6-da 1 üstünə gələk 6-da 3. 9-da 5-i, 9-da 1 üstünə gələk 9-da 4. 10-da 3-ü, 10-da 1 üstünə gələk 10-da 2. 8-də 5-i, 8-də 1 üstünə gələk 8-də 4. 7-də 6-nı, 7-də 1 üstünə gələk 7-də 5. 5-də 4-ü, 5-də 1 üstünə gələk 5-də 3. 12-də 11. 12-də 5 üstünə gələk 12-də 6. 11-də 7. 11-də 3 üstünə gələk 11-də 4. 7-də 3, 7-də 1 üstünə gələk 7-də 2. 2 kəsirin cəmi şəklində göstərdik. Məxrəcləri bərabər olan kəsirləri çıxdıqda onların sürətlərini çıxıb sürətdə yazılır. Məxrəc isə olduğu kimi saxlanılır. Bayaqdan ilə işlədiyimiz oydur. Məsələn, 9-da 7 çıxaq 9-da 2. Məxrəc 9 olduğu kimi qalır. 7-dən 2-ni çıxıram, sürətdə yazıram. İndi 6-cı tapşırığa baxaq. Kəsirlərin fərqini tapın. 5-də 4 çıxaq 5-də 1. 5 olduğu kimi qalır. 4-dən 1-i çıxıram 3. 5-də 3. 7-də 6 çıxaq 7-də 2. 7-də 4. 9-da 5 çıxaq 9-da 1. 9-da 4. 10-da 7 çıxaq 10-da 4. Məxrəc olduğu kimi qalır 10. 7-dən 4 çıxıram 3. 10-da 3. 12-də 11 çıxaq 12-də 7. 12-də 4. 15-də 9 çıxaq 15-də 4. 15-də 5. 18-də 14 çıxaq 18-də 5. 18-də 9. Bu kəsirlərin fərqini də tapdıq. Sonra birdən hər hansı kəsiri çıxmaq üçün əvvəlcə bir ədədi məxrəci çıxılan kəsirin məxrəcinə bərabər olan kəsir şəklində yazılır. Sonra isə məxrəci bərabər olan kəsirlərin çıxılması qaydasına görə fərq tapılır. Məsələn, 1 çıxaq 7-də 3. Yəni 1-i
çıxılanın fərqin, çıxılanın məxrəci neçədir, onun eyni, sürət və məxrəcinin eyni olan kəsr şəklində yaza bilərik. Yəni 1 7-də 7 deməkdir. Əgər 7-də 3-ü çıxırıqsa. Məsələn, başqa nümunələrdə deyəcəyik. İndi burada 1 çıxaq 7-də 3. 1-i 7-də 7 yazıram. 7-də 7 çıxaq 7-də 3. O da bərabərdir 7-də 4. Növbəti 15-ci səhifəyə baxırıq. 7-ci tapşırığa. Fərqi tapın. Bir neçəsini ədəd oxunda təsvir edin. 1 çıxaq 4-də 1. Baxın, 1-i dedim, çıxılanın məxrəci neçədir? Onun həm sürət, həm məxrəci eyni olan ədəd kimi yaza bilirik. 1 çıxaq 4-də 1, o da bərabərdir. 1 yazıram. 4-də 4 çıxaq 4-də 1, o da bərabərdir 4-də 3. 1 çıxaq 6-da 5, 6-da 6 çıxaq 6-da 5, o da bərabərdir 6-da 1 olur. 1 çıxaq 8-də 5, o da bərabərdir 8-də 8 çıxaq 8-də 5, o da bərabərdir 8-də 3. 1 çıxaq 9-da 4, o da bərabərdir 9-da 9 çıxaq 9-da 4, 9-da 5. 1 çıxaq 13-də 3, 13-də 13 çıxaq 13-də 3, o da bərabərdir 13-də 10. 1 çıxaq 14-də 9, 1-i yenə yazaram. 14-də 14 çıxaq 14-də 9, 14-də 5. 1 çıxaq 15-də 7, o da bərabərdir 15-də 15 çıxaq 15-də 7, 15-də 8. Növbəti 8-ci tapşırığa baxaq. Hesablayın və cavabı ixtisar olunmayan kəsr şəklində yazın. 8-də 5 çıxaq 8-də 1. 8-də 5-dən 1-i çıxıram 4. 8-də 4. 8-də 4 4-ə bölərəm sürət və məxrəcini 2-də 1. Sonra 9-da 4 üstünə gələk 9-da 2. 9-da 6. 9-da 6-nı 3-ə bölərəm sürət və məxrəcini 3-də 2. 12-də 8 üstünə gələk 12-də 2. 12-də 10. 12-də 10-u sürət və məxrəcini 2-yə bölərəm 6-da 5. 1 çıxaq 15-də 5, 1-i yazaram. 15-də 15 çıxaq 15-də 5, 15-də 10. 15-də 10-un sürət və məxrəcini 5-ə bölərəm 3-də 2. 10-da 7 üstünə gələk 10-da 1 bərabərdir 10-da 8. Sürət və məxrəcini 2-yə bölərəm 5-də 4. 18-də 7 üstünə gələk 18-də 5 bərabərdir 18-də 12. 18-də 12-nin sürət və məxrəcini 6-ya bölərəm. O da qalar 3-də 2. 20-də 9 üstünə gələk 20-də 5, 20-də 14. 20-də 14-ün sürət məxrəcini 2-yə bölərəm. 10-da 7. 9-cuya baxırıq. Boş xanalara elə ədədlər yazın ki, bərabərlik doğru alınsın. Bir neçə nümunə göstərin. Məsələn, boş xanaya elə ədədlər yazmalıyıq ki, 5-də 4 alınsın cavab. 5-də 1 üstünə gələk 5-də 3 yaza bilərəm. 5-də 1-in üstə 5-də 3 gələndə 5-də 4. Və yaxud da 5-də 2 üstünə gələk 5-də 2. O da eləyər 5-də 4. Sonra ikinciyə 7-də məsələn 2 çıxaq 7-də 1. Eləyər 7-də 1. Və yaxud da 7-də 5 çıxaq 7-də 4. O da eləyər 7-də 1. 4-də 1 üstünə gələk 4-də 3. O da bərabərdir. 4-də 1 üstünə gələk 4-də 3 bərabərdir 1. 4-də 4 eləyir, o da 1 eləyir. Və yaxud da 4-də 2 üstünə gələk 4-də 2 bərabərdir 1. 1 çıxaq 9-dan neçə? Bilmirik. Məsələn, 1-dən çıxıram. Bir neçə nümunə, 2 dənə nümunə yazsaq yetərlidir. 1-dən çıxıram 9-da 2. 1 9-da 9 deməkdir. 9-da 9-dan 9-da 2 çıxanda 9-da 7. Və yaxud da 1-dən çıxıram 9-da 1. 9-da 1 çıxanda 1-dən çıxıram 9-da 1-i, o da qalır 9-da 8. 8-də məsələn 5 çıxaq 8-də 2, o da bərabərdir 8-də 3. Və yaxud da 8-də 7 çıxaq 8-də 5, 8-də 7 çıxaq 8-də 4, o da eləyir 8-də 3. Yəni məxrəc olduğu üçün saxlanır, sürət çıxılıb sürətdə yazılır. 10-cu hesablayın və müqayisə edin. 7-də 1 üstünə gələk 7-də 1 bərabər, bir də 7-də 4-nü müqayisə edirik 7-də 2. 7-də 2 kiçikdir 7-də 4-dən. 9-da 8 çıxaq 9-da 8 0 eləyir. 9-da 8 böyükdür 0-dan. 10-da 3 üstünə gələk 10-da 1 10-da 4 eləyir. Sürətləri eynidir. Bu tərəf 10-da 4, digər tərəf 7-də 4.
Deməli 7-də 4 sürət məxrəci kiçik olan kəsir böyükdür. 7-də 4 böyükdür 7-də ondan. 1 çıxaq 5-də 1, 5-də 4, 5-də 4 5-də 4-ə bərabərdir. 8-də 3 üstünə gələk. 8-də 1, 8-də 4, 8-də 4, digər tərəfdə 4-də 3 çıxaq 4-də 1, o da elədi 4-də 2. 8-də 4-ün sürət və məxrəcini 2-yə bölsəm, elədi 4-də 2, digər tərəfdə 4-də 2 bərabərdir. 1 çıxaq 6-da 1, elədi 6-da 5, 6-da 5, 7-də 5 ilə müqayisə eləsək sürətləri eynidir. Sürətləri eyni olanda məxrəci kiçik olan böyükdür. 6-da 5 böyükdür 7-də 5-dən. İndi keçirik məsələ həlli. Kimin fikri doğrudur? Cavabınızı izah edin. 5-də 2 üstünə gələk 5-də 1. Anar dediyi fikir bərabərdir yazıb 10-da 3. 5-də 2-nin üstə 5-də 1 gələn neçə eləyir? 10-da 3 eləyir? Xeyr. Bu eləyir 5-də 3. Çünki məxrəc toplanmır. Sürətlər toplanır, sürətdə yazılır. İndi Aynurun fikrinə baxaq. 5-də 2 üstünə gələk 5-də 1 bərabərdir 5-də 3. Bəli, Aynurun fikri düzdür. 12-ci məsələ həllinə baxırıq. Səbinə piroqun 5-də 4 hissəsini 2 dost arasında bölmək istədi. O bunu müxtəlif cür necə edə bilər? 5-də 4-ü 2 dost arasında bölmək istəyirsə, birinə ya hər ikisinə 5-də 2, 5-də 2, hər ikisinə 2 dilim, 5-də 2, 5-də 2-dən hərəsinə 2 dilim düşər. Yaxud da birinə 1 dilim, birinə 3 dilim verə bilər. 5-də 1 üstünə gələk 5-də 3 belə şəklində bölə bilər. 2 cür bölə bilər. 13-cü tapşırığa keçək. Maşın əvvəlcə yolun 7-də 2 hissəsini, sonrası 7-də 3 hissəsini getdi. Maşın yolu tamamlamaq üçün daha hansı hissəni getməlidir? Toplayaq əvvəlcə 7-də 2, üstə gələk 7-də 3. Elədi 7-də 5. 7-də 5-i gedib, tamamlamaq üçün 1. Yol tam 1 hissədir. 1 çıxaq 7-də 5. O da bərabərdir 7-də 7-dən 7-də 5-i çıxanda 7-də 2. Deməli, daha 7-də 2 hissəsini getməlidir. 14-cü tapşırığa baxırıq. Elxan məxrəcləri bərabər, birinin sürəti 6, digərinin isə 7 olan 2 kəsiri topladı. Məxrəci bərabər. Amma birinin sürəti 6, digərinin isə 7 olan 2 kəsiri topladı. Və cəmin 1-ə bərabər olduğunu tapdı. Elxan hansı kəsirləri topladı? Deməli, məxrəci bərabərdirsə, cəm də sonda 1-ə bərabər olduğuna görə məxrəc deməli 6-ın üstə 7 gələndə 13 eləmir mi? Deməli, məxrəc 13-də 6 üstünə gələk 13-də 7. 13-də 6 üstünə gələk 13-də 7, o da belə 13-də 13, o da 1-ə bərabər olduğunu tapdı. Deməli, Elxan topladığı kəsirlər 13-də 6 və 13-də 7 imiş. Bu qədər uşaqlar. İnşallah gələn dərsdə görüşərik. Sağ olun.